Seydə Quliyevanın bir müsahibəsinə rast gəldim. Ürəyim ağrıtdı. Hamı deyir ki, Seydə xanım niyə yoxdur? Seydə xanım doğrudan da istedadlı aktrisadır da, çox böyük aktrisadır, canlı karfeydi deyərdim. Həmişə mən onu görmək istəmişəm. Yadıma gəlir ki, mən Dünya TV-də çalışanda səhər proqramına zəng vurdum ki, Seydə xanım sizi orada görmək istəyirik. Dedi ki, mənim şəkərim var, səhərlər özümü çox pis hiss edirəm. Bizim də proqram səhər proqramı idi. Mən o vaxtdan bilirdim ki, Seydə xanımın səhhətində problem var. Və onun adı çəkiləndə mən həmişə ehtiyatla çəkmişəm ki, insan sənətdə fədaildir də, özünü nə qədər lazımsa sənətdə istifadə edib. Tamaşalarda görmüşük də, televiziya tamaşalarında. Və sual veriblər ki, niyə görə çəkilmirsən? O da deyir ki, həftənin qonağı proqramında olub. Deyir, təbii ki, rejissorla danışdıq, razılığa gəldik. Son anda maliyyə ilə bağlı, pulla bağlı danışanda mən qonorarımı istədim və ona sual verirlər ki, gizli deyilsə deyə bilərsinizmi nə qədər qonorar? O da 300.000 manat. 3000 manat bizim aziyində, yəni bizim pulla. Rejissor o pulu verməkdən imtina edib və onu çəkməkdən də imtina edib. Əzizlərim, dövlət bax yanınıza gəlir də prezident imzaladı. Nə qədər pullar kino üçün qoyuldu. Nə qədər pullar ayrıldı ki, film çəkilsin, aktrisalara pul verin, aktyorlara pul verin. Məsələn, mənim xanım Qafarova çəkilirdi, deyirdi ki, nə bilim, neçə hissəyə çəkilirəm, mənə 200 manat pul verirlər, ehtiyacım var. Bu xanıma da xərcləyin də aktyorlarımız, aktrisalarımıza. Qoy onların da sosial durumu yuxarı olsun da. Siz alırsınız o pulu, istifadə edirsiniz, lüks həyat yaşayırsınız, aktyorlara, aktrisalara, yaradıcı adamlara gələndə əliniz gəlmir onlara pul verməyə. Yenə də deyirəm, Seydə xanım Quliyeva canlı karifeydi.